Tanrı elə mükəmməl bitkilər və tərəvəzlər icad edib ki, onlar özləri nəyə xeyirli olduğunu işarət edir. Birinci sırada göbələk. Əgər onu kəssək, daxildən o qulağa bənzəyir. Həqiqətən də göbələklər eşitmə qabiliyyətinə çox xeyirdir. İkinci kök. Əgər onun kəsilmiş halına baxsaq, o daxildən göz bəbəyinə oxşuyur. Əbəs yerə deyil ki, kökü gözə faydalı sayırlar. Üçüncü sırada üzüm. Onun salxımının budaqları ciyərlərimizin bronxlarına, dənləri isə ciyərlərimizdəki alveollara bənzəyir və o, ağciyərlərimiz üçün ən faydalı bitkidir. Dördüncü yerdə qoz və o, çox qeyri-adi halda insanın beyninə bənzəyir və bizim yaddaşımıza olduqca xeyirlidir. Beşinci yerdə pomidor. Ortadan bölünmüş halda o tam şəkildə bizim ürəyimizə oxşayır və ürək qan-damar sistemimizə ən xeyirli tərəvəzdir. Altıncı yerdə lobya. O bizim böyrələrimizə bənzəyir və onların düzgün işləməsinə güclü təsir göstərir. Əbəs yerdən deyil ki, qərbdə onu böyrək lobyası adlandırırlar. Və həqiqətən də Tanrının hər yaradılışı düşünənlər üçün bir işarədir.